Müəllim, lazımsız diş çöpünə oxşayıram. Mən elə hərəkət deyə bilərsiniz ki, heç olmasa bədənim şişsin, qollarım güclənsin, fiziki formam yaxşılaşsın. Gəl sənə indi elə hərəkətlər göstərəcəm ki, zərbəvin gücü dəmirdeşən olacaq, bədən fiziki forman isə vəhşiyə oxşayacaq. Dizlərini qoyursan yerə, biləklərini çevirirsən. Bu vəziyyətdə başlayırsan jim vurmağa. Bu sənin birinci hərəkətindir. İkinci hərəkət, əlləri bu vəziyyətdə saxlayırsan, jim vurursan, arxaya əyilirsən. Bir də jim vurdun, arxaya əyilirsən. Üçüncü hərəkətimiz budur. Durursan jim vəziyyətində, jim vurursan, əli vurursan çiynə. Jim vurursan, əli vurursan çiynə. Dördüncü hərəkətimiz isə dizlər yerdə, gətirdin, qaydırsan eyni istiqamətdə. Bu vəziyyətdə gətirdin, qaydırsan eyni istiqamətdə. Bu hərəkətlərin hər birini hər gün 4 set 20-20 təkrar eləsən, görəcəksən ki, artıq səndə ciddi dəyişikliklər var. Qolların möhkəmlənib, zərbələrin dəmirdeşən. Ondan sonra da qardaş, kimə istəsən qoy uzat. Amma harda qardaş, təbii ki, ringdə də biz küçədə dava eləyə bilmərik.